Ev heyvanları uşaqlarda korluq yarada bilər. Bu barədə yerli mütəxəssis danışıb. Bu və digər xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə bugünə olan digər xəbərlərin anonsunu izləyək. Uşaqların onlayn müayinəsi erası başlayır və bu pediatriyada çox böyük bir addımdır. Onsuz da bir çox valideynlər artıq uşaqların şəkillərini çəkib göndərir, videosunu çəkib göndərir həkimə. Çünki körpə uşaqla həkimə getmək kifayət qədər əziyyətli və bəzən uşağın özünə ziyan olan bir prosesdir. Məhz bütün bunları nəzərə alaraq, məhz pediatriyada uşaq müalicəsində onlayn teletip sisteminə keçirilir. Bu nə deməkdir? Hətta hiss etməni, görməni, səsi belə kifayət qədər keyfiyyətli şəkildə həkimə ötürə biləcək cihazlar hazırlanır. Bu yeniliklə də indi tanış olacaqsınız. Onlayn müayinələr. Uşaq tibbində 21-ci əsr inqilabı. Amerika Birləşmiş Ştatları alimlərinin dərc etdiyi yeni ilmi icmalda teletip, süni intellekt, geyilə bilən texnologiyalar, neonatal yardım və rəqəmsal psixi sağlamlıq xidmətlərinin uşaq səhiyyəsində yaratdığı dəyişikliklər təhlil olunub. Məqalədə qeyd olunur ki, teletip uzaq bölgələrdə yaşayan ailələrin mütəxəssis həkimlərlə operativ əlaqə qurmasına imkan verir. Süni intellekt isə genetik sindromların, yeni doğulmuşlar sepsisin və digər xəstəliklərin daha erkən aşkarlanmasına kömək eləyir. Eyni zamanda ağıllı qolbaqlar və digər geyilə bilən cihazlar uşaqların fizioloji göstəricilərinin izlənməsində, sağlam həyat tərzinin təşviqində və əməliyyatdan sonrakı nəzarətdə mühüm rol oynayır. Tədqiqatçılar bildirir ki, rəqəmsal platformalar və mobil tətbiqlər vasitəsilə göstərilən psixoloji dəstək xidmətləri isə uşaq və yeniyetmələrdə depressiya və narahatlıq hallarının idarə olunmasını asanlaşdırır. Alimlərin fikrincə, texnologiyanın sürətli inkişafı gələcək illərdə fərdiləşdirilmiş və daha dəqiq pediatrik xidmətlərin geniş tətbiqinə şərait yaradacaq. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı birgə sənəd təqdim edib. Sənəddə uşaqların və yeniyetmələrin sağlamlığının, rifahının strategiyası təqdim olunur. Və məsələ burasındadır ki, bu sənədi digər illərdə dərc olunanlardan fərqləndirən mətləb ondan ibarətdir ki, qeyd olunur. 18 mindən çox tibb işçisinin çatışmazlığı olacaq. Yəni, insanların tibb sahəsinə gedişi azalır və nəticə etibarilə xüsusilə də uşaqların müalicəsində, pediatriyada mütəxəssis çatışmazlığı olacaq. Detalları xəbərdə biləcəksiniz. Uşaqlar və yeniyetmələr üçün yeni regional strategiya qəbul edildi. Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Avropa və Mərkəzi Asiya regionunda uşaq və yeniyetmələrin sağlamlığının qorunmasına yönəlmiş 2026-2030-cu illəri əhatə edən yeni strategiyanı təqdim edib. Sağlam həyata sağlam başlanğıc adlı sənəd regionun 53 üzv dövləti tərəfindən yekdiliklə qəbul olunub. Strategiyada uşaqların fiziki və psixi sağlamlığının yaxşılaşdırılması, peyvəndlənmə səviyyəsinin artırılması, piyələnmə ilə mübarizə, sağlam qidalanma vərdişlərinin formalaşdırılması və rəqəmsal mühitdə təhlükəsizliyin gücləndirilməsi əsas prioritetlər kimi göstərilir. Sənədin hazırlanmasına yeniyetmələrin də cəlb edildiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə regionda hər 4 uşaqdan biri psixi sağlamlıq problemləri ilə üzləşir. İbtidai sinif şagirdlərinin təxminən 3də biri artıq çəki və ya piyələnmədən əziyyət çəkir. Mütəxəssislər hesab edir ki, COVID-19 pandemiyasından sonra yaranan problemlər bu sahədə yeni və koordinasiyalı tədbirləri zəruri edib. Strategiya çərçivəsində ölkələrdə əldə olunan nəticələrin açıq regional platforma vasitəsilə izlənməsi və qiymətləndirilməsi də nəzərdə tutulur. $188 milyon uşaq piyələnmədən əziyyət çəkir. Bəzi uşaqlar isə ümumiyyətlə bir qab da yemək tapmır. Ümumdünya Səhiyyə Təşkilatının məktəbə qədər və məktəb vaxtı uşaqların qidalanması ilə bağlı maraqlı bir araşdırma sənədi təqdim edib. Detalları izləyək.
Uşaqlar arasında piylənmə rekord həddə çatıb. Müasir dünyada uşaqların bir qismi artıq çəki ilə mübarizə aparır. Digər qismi isə qida çatışmazlığı problemi ilə qarşılaşır. Mütəxəssislər bu vəziyyəti ikiqat qidalanma yükü adlandırır və problemin həllində məktəblərin rolunu xüsusi vurğulayırlar. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə 2025-ci ildə məktəb yaşlı uşaqlar və yeniyetmələr arasında piylənmədən əziyyət çəkənlərin sayı 188 milyon nəfərə çatıb ki, bu da onların dünya üzrə ümumi sayının təxminən 1/10-ni təşkil eləyir. Bu göstərici tarixdə ilk dəfə olaraq bədən çəkisi normadan aşağı olan uşaqların sayını üstələyib. Ümumdünya Səhiyyə Təşkilatı məktəbləri uşaqların sağlam qidalanmasının təmin edilməsinə daha çox diqqət ayırmağa çağırır. Qurum hesab edir ki, məktəb mühiti sağlam qidalanma vərdişlərinin formalaşdırılmasında və həm piylənmənin, həm də qida çatışmazlığı probleminin qarşısının alınmasında mühüm rol oynayır. Bu il ərzində xüsusilə pediatriyada uşaqların sağlamlığında bir çox xəstəliklərin yeni müalicəsini, texnologiyalarını sizinlə paylaşmışam. Amma ən yadda qalan və düşünürəm ki, bu il pediatriya üçün vacib xəbərlərdən biri ondan ibarət oldu ki, Yapon alimləri hələ doğulmamış körpənin DNT-sindən Down sindromuna səbəb olan məqamları, hissələri çıxarmağı öyrəndi və artıq Down sindromlu doğulmaq taleyi olan uşaqlar tamamilə sağlam gələcək dünyaya. Düşünürəm ki, 1 iyun Beynəlxalq Uşaqlar Günündə bu xəbəri təkrar sizinlə paylaşmalıyam, yadınıza salmalıyam. Mən isə bütün uşaqları bayram münasibəti ilə təbrik edirəm. Bəlkə də sizin üçün çox gözəl dünya ərmağan etmirik, bəlkə də dünyanı elə hala gətirmişik ki, peşman olacaqsınız gəlməyinizə. Amma istənilən halda bilin ki, ürəyinizlə, sevginizlə baxanda ən çətin, ən qaranlıq, ən anlaşılmaz yerlərdə belə gözəllik görə bilərsiniz, isinə bilərsiniz, könlünüz kifayət qədər rahat ola bilər. Birlikdə xəbər izləyək. Down sindromuna səbəb olan xromosom aradan qaldırılıb. Yaponiyanın Mio Universitetinin alimləri Down sindromunun müalicəsi istiqamətində elmi nailiyyət əldə edib. İlk dəfə olaraq insan hüceyrələrində Down sindromuna səbəb olan əlavə 21-ci xromosom uğurla aradan qaldırılıb. Araşdırmada gen redaktəsi üçün geniş istifadə olunan CRISPR-Cas9 texnologiyasından istifadə edilib. Mütəxəssislər əlavə xromosomu seçərək hüceyrədən çıxarmağa nail olub ki, bu da hüceyrələrin normal fəaliyyətinin bərpasına kömək edib. Tədqiqatın nəticələrinə görə üsulun effektivliyi 37,5%-ə qədər olub. Alimlər bu nailiyyəti böyük irəliləyiş kimi qiymətləndirsələr də, metodun hələlik klinik tətbiq üçün hazır olmadığı bildirilib. Bunun əsas səbəbi digər xromosomların zədələnməsi riskinin yüksək olmasıdır. Buna görə də texnologiyanın daha təhlükəsiz və dəqiq hala gətirilməsi üçün əlavə araşdırmalara ehtiyac var. Ev heyvanları insanlarda korluq yarada bilir. Bu barədə cərrah oftalmoloq Leyla Kazımova danışıb. Həkimin evdə heyvanların saxlanmağı ilə bağlı çox maraqlı açıqlamaları var. Birlikdə baxaq. Övladlarınızı ev heyvanlarından da, çöl heyvanlarından da qoruyun. Ən azı peyvəndlərlə. Baxaq. Ev heyvanları göz sağlamlığı üçün təhlükəlidir. Cərrah oftalmoloq Leyla Kazımova ev heyvanları ilə təmas zamanı göz sağlamlığının qorunmasının vacibliyini vurğulayaraq diqqətsizliyin həmişəlik korluğa səbəb ola biləcəyini bildirib. Əziz heyvan sevənlər, hamınızı salamlayıram buradan. Heyvanlar çox qəşəngdir. Bəzən o səhər durursunuz yatağınızın içindədir, o balaca pişiklər, balaca itlər. Çox kiçiklərin də ziyanı daha çoxdur, nəinki o iri itlər, iri pişiklərdən. Əlbəttə, onlar yaxşıdırlar, xüsusi qurumlar var, aparırsınız, çimizdirirsiniz, dırnaqlarını kəsirsiniz, saçları bizim saçlarımızdan daha gözəl olur. Amma onların daşıdığı infeksiyalar bəzən gözdə elə bir geri dönüşü olmayan korluq yaradır. Bu haqda heç kim düşünmək istəmir. Əlbəttə, onlar bizə psixoloji çox müsbət bir enerji verirlər. Pişiklər bizi rahatlaşdırırlar, itlər bizim dostlarımızdır. Bəzi insanlar üçün övladlarından əziz olurlar. Bugün bir xəbər gördüm, balaca bir tutu quşu itibdi, yiyəsi tapıbdı, onu o qədər ağlayıb, əzizləyir, sevindiyinə yerə göyə sığmır, ola bilər. Amma həmən o tutu quşdan, o quşdan insana keçən ornitoz, ağciyər xəstəlikləri, həmən o itdən, pişikdən insanın gözündə korluq yaradan taksoplazmoz xəstəliyi, biz bunu deməliyik və biz bunu hər gün bu cihazlarda görürük, aşkarlayırıq.
çox təəssüflə demək istəyirəm, bizim kliniki bir təcrübəmizdə bruselozdan əziyyət çəkən bir oğlan oldu. Çox gənc və müalicə almadığına görə də həyatını itirdi hətta. Cərrah oftalmoloq qeyd edib ki, ev heyvanları ilə oynadıkdan sonra əllərin yuyulması, gözlərin çirkli əllərlə ovuşdurulmaması və heyvanların mütəmadi baytar müayinəsindən keçirilməsi riskləri azaltmağa kömək eləyir. Gözdə qızartı, ağrı, sulanma, işığa həssaslıq və ya görmənin pisləşməsi kimi əlamətlər yarandıqda isə dərhal oftalmoloqa müraciət etmək tövsiyə olunur. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.